Talışlar Azərbaycanın qədim mədəniyyətə malik olan, tarixən Xəzər dənizinin cənub-qərb sahilləri boyunca məskunlaşıblar. Ümumən Azərbaycan xalqı ilə müştərək və şərəfli tarixi qaynaqlara malik olan Talışlar, Azərbaycan tarixində böyük izlər qoymuşlar. Talışların ana dili Talış dilidir və bu dil rəsmi statusa malik olmasa da xalq arasında əsas ünsiyyət vasitəsidir. Talışlar İslam dininə sitayiş eləyirlər. Buna görədir ki, bu ərazilərdə çoxsaylı pirlər, türbələr, məscidlər və digər dini inanc yerləri mövcuddur. Həsir toxunma sənəti isə ümumiyyətlə bu regiona məxsus xüsusi sənət növü hesab olunur. Əsasən subtropik iqlimə malik olan bu ərazilərdə rütubət həddən çox olduğuna görə Talışlar xüsusi növ qamışdan həsir toxumaqla rütubətin insan sağlamlığına ziyan verməməsinin üsulunu bir növ kəşf etmişlər. Talışların musiqi mədəniyyəti, folkloru, bir sözlə mənəviyyatı da mədəniyyəti kimi qədim və zəngindir. Talışların mədəniyyətlərini yaşatdıqları lirik, masallı, Astara və Lənkəran rayonlarında Talış folklor qrupları, Talış mədəniyyət mərkəzləri var. Astaranın Kakalos kəndində fəaliyyət göstərən Əvəsor folklor xalq kollektivi Talış mədəniyyətini və folklorunu yaşadan, tam gücü ilə fəaliyyət göstərən qruplardır. Talışlar Azərbaycan Respublikasında baş verən